Gəncə Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Rihat Cəfərovun cinayət işinin bəzi detalları məlum olub. Məlumata görə hakim Elşən Vəliyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub. Rihat Kəmal Cəfərov bir neçə epizod üzrə ictimai qaydanı kobud sürətdə pozmaq, xuliqanlıq və qəsdən adam öldürmə cinayətlərində təqsirləndirilir. Belə ki, Rihat Cəfərov 2025-ci ilin oktyabrında Gəncə şəhəri Mahrasa bağı ərazisində yerləşən yaşayış binasının qarşısında tanışı 2009-cu il təvəllüdlü Vaqif Rəfibəyliyə üzərində gəzdirdiyi deşici kəsici alətdən istifadə edərək bir neçə zərbə endirib. Zərər çəkmiş şəxs əvvəlcə diz və əl nahiyələrinə yüngül xəsarətlər alıb. Daha sonra isə döş qəfəsinin ön səthinə vurulan zərbə nəticəsində sol ağciyərin zədələnməsi ilə müşahidə olunan daxili və xarici qan itirməyə səbəb olan həyat üçün təhlükəli ağır xəsarət alıb. Göstərilən tibbi yardımlara baxmayaraq zərər çəkmiş şəxs aldığı xəsarətlərdən həyatını itirib. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Rihat Cəfərov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. Onun sözlərinə görə Vaqiflə səhər saatlarında təsadüfən qarşılaşıb və qarşı tərəfin də üzərində bıçaq olub. Təqsirləndirilən şəxsin ifadəsinə görə ilk olaraq Vaqifin diz nahiyəsinə zərbə vurmaqla onu uzaqlaşdırmaq istəyib. Lakin onun geri çəkilmədiyini və üzərinə gəldiyini gördükdə ikinci dəfə bıçaqla zərbə endirib. Rihat bu hərəkətlərini özünü müdafiə məqsədi ilə etdiyini deyib və zərər çəkmiş şəxsi qəsdən öldürmək niyyətinin olmadığını bildirib. Məhkəmənin hökmü ilə Rihat Cəfərov 10 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, qətlə yetirilən 16 yaşlı məktəbli Vaqif Rəfibəyli polkovnik leytenant Rövşən Rəfibəylinin oğlu olub. O uzun illər ədliyyə sistemində çalışıb. Gəncə şəhərindəki istintaq təcridxanalarından birində rejim rəisi vəzifəsini icra edib və bir müddət əvvəl yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.